Bismillahirrahmanirrahim və bihi nəstəin innehu xayru nasirin və muin. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. İnşallah bugün insan vücudunda olan nəfsani qüvvələr və digər qüvvələrin onlara tabe olması haqqında danışacağıq. Deməli, biz əvvəlki bəhslərimizdə də qeyd etdik ki, insan əsas iki hissədən təşkil olunub ki, bunlardan biri cisim, digəri isə ruhdur. Əgər biz insan bədənini, cismini bir məmləkətə, bir ölkəyə bənzətsək, o zaman ruh oranın şahı hesab olunar. Bədən üzvləri və insan vücudunda olan qüvvələr hamısı onun rəiyyəti hesablanar və hamısı birlikdə ruhun, yəni məmləkətin sahibinin bir ordusu hesab olunaraq ona xidmət edərlər. Diqqət edin, insan vücudunda olan hər bir qüvvənin özünə məxsus vəzifələri var, funksiyaları var. Bunlardan ən əsas 4 dənəsi, yəni ağıl qüvvəsi, şəhvət, qəzəb və hiylə qüvvələridir ki, bunlar elə bil o ruhun, yəni məmləkətin başçısının əsas sərkərdələri rolundadır, komandirləri rolundadır ki, ruhun ixtiyarında olan orduların nə idi? Başçılarıdır, onlara başçılıq edir və digər qüvvələr isə onlara, həmən o 4 dənə qeyd elədiyimiz qüvvələrə riayət, itaat eləyirlər. Bunlardan birincisi nədir? Baxın, birincisi ağıl qüvvəsidir ki, ağıl qüvvəsinin işi bu kimi şeylərdən ibarətdir. Deməli, ağıl qüvvəsi həmişə nəzarət eləyir ki, ruh öz doğru və düzgün yolundan kənara çıxmasın, həmişə düz yolda olsun. Və sonra işlərin həqiqətini, mahiyyətini dərk etməkdə insana kömək eləyir. Bu ağıl qüvvəsinin işidir. Və insanlara sonra yaxşı ilə pisi bir-birindən ayırt etməyə kömək eləyir. İnsanları yaxşı işə dəvət eləyib pis işlərdən çəkindirir. Bu, ağıl qüvvəsinin öhdəsinə düşən işlərdən bir qismidir. İkincisi isə şəhvət qüvvəsidir ki, bu da insanın bu dünyada yaşamasına kömək eləyir. Yəni, insanın, belə deyək də, yaşayıb təkamülə çatması üçün onun yeyib içməsi, nəsil artırması, üzr istəyirəm, intim münasibətləri lazımdır. Çünki bu təbii olaraq hər bir insanın təbii ehtiyacıdır. Amma əgər insan bu şəhvət qüvvəsini, ağıl qüvvəsinin nəzarəti altından çıxardaraq, harada necə gəldi istifadə eləsə, o zaman nə olar? İnsanın digər bir varlıqlardan, yəni heyvanlardan heç bir fərqi olmaz. Niyə? Çünki heyvan da necə gəldi, yeyir, içir, necə gəldi, belə deyək də, öz yaxınlığını eləyir, harada gəldi. Əgər insan bu şəhvət qüvvəsini, ağıl qüvvəsinin nəzarətindən çıxartsa, onda heyvandan fərqlənməz. Üçüncüsü isə qəzəb qüvvəsidir ki, bu da insana xaricdən gələ biləcək hər hansısa bir xətərin, zərərin qarşısını almaqda insana kömək eləyir. Və əgər insan ağıl qüvvəsinin nəzarəti altında qəzəb qüvvəsini idarə eləyə bilsə, onu çərçivəyə sala bilsə, o zaman bu qəzəb bəyənilən qəzəblərdən olacaq. Necə? İnsan bu cür qəzəb qüvvəsi vasitəsilə öz dinini, öz vətənini, öz namusunu və bu kimi digər şeyləri müdafiə edər. Bəli, insanda qəzəb qüvvəsi də lazımdır. Əgər ağıl qüvvəsi ona nəzarət etsə, olacaq gözəl bir şey yox. Əgər ağıl qüvvəsinin nəzarəti altından çıxarsa, o zaman bu bəyənilən qəzəb qüvvələrindən sayılmayacaq. Dördüncüsü isə hiylə, başqa bir adla desək, qavrama qüvvəsidir. Bunun da işi bu kimi şeylərdən ibarətdir ki, yəni hər bir işin xırdalıqlarını, insanı doğru məqsədə, hədəfə çatdıracaq işlərin incəliklərini başa düşməkdə insana kömək eləyir. Bunun digər bir işi də bundan ibarətdir ki, belə deyək də, hiylə, kələk işlədərək ruhu öz
itaəti altına alaraq istədiyi səmtə yönəltmək istəyir. Baxın, qeyd etdiyimiz bu 4 qüvvədən başqa heç bir qüvvə insan üzərində elə bir təsir qoya bilmir. Yəni, əsas qeyd etdiyimiz bu 4 qüvvədir ki, insana müsbət və ya mənfi təsirlər qoya bilir. Düzdür, indi burada bu 4 qüvvənin bir-birindən fərqlidir istəkləri, tələbləri. Əgər biz bunları nəzərə alsaq bu cür, o zaman insan bədəni, insan vücudu sanki bir döyüş meydanına bənzəyər. Niyə? Çünki bunların ki, tələbləri bir-birindən fərqlidir. Bunlar daim bir-biri ilə dərgirdirlər, yəni bir-biri ilə mübarizə aparırlar. Bəzən görürsən ki, ağıl qüvvəsi, bəzən şəhvət, bəzən qəzəb və bəzən də hiylə qüvvəsi bir-birinə nisbətdə biraz üstünlük ələ gətirirlər. Amma nəticə etibarilə bunlardan hər hansısa biri kamil şəkildə, belə deyək də, hökmranlığı ələ alsa, qələbə çalsa, o zaman ruhu tamamilə öz ixtiyarı altına alar, istədiyi kimi idarə edər. Və digər qüvvələrdə artıq istər-istəməz nə olar? Ona tabe olar. Məsələn, fərz edin ki, əgər ağıl qüvvəsi digər qüvvələrə qalib gəlsə, bunun təsiri insan nəfsində özünü göstərəcək. Yəni, insan gözəl əxlaqa sahib olaraq mənəvi cəhətdən yüksələcək, böyük məqamlara çataraq mələklər cərgəsinə qoşulmuş olacaq. Yox, əgər fərz eləyin, qeyd etdiyimiz digər 3 qüvvədən hər hansısa biri qələbə çalsa, onlar qalib gələsi olsa, o zaman istər-istəməz bunun da təsiri insan nəfsində özünü biruzə verəcək. O zaman insan, məsələn, hər hansısa qeyd etdiyimiz bu 3 qüvvədən biri qalib gəlsə, onda bayaq ki, qeyd etdik, insan vücudu ki, bir döyüş meydanına bənzəyirdi. Çünki bunlar daim bir-biri ilə mübarizə aparırlar, amansız mübarizə gedir insan vücudunda. Çünki ağıl qüvvəsi istəyir bu qalib gəlsin, qəzəb istəyir bu, şəhvət istəyir bu. Ona görə bunlar bir-biri ilə mübarizədədir. Əgər ağıl qüvvəsindən başqa o birisi qüvvələr qalib gəlsə, o zaman döyüş meydanına bənzəyən insan vücudu viran qalar. O zaman insan insanlıq mərtəbəsindən düşər, ən aşağı, ən rəzil mərtəbələrə, heyvanlar, şeytanlar səviyyəsinə gəlib düşər insan. Və bunu da diqqətinizə çatdıraraq qeyd edeyim ki, insan nəfsində ən əsas mübarizəyə səbəb olan ağıl qüvvəsidir. Çünki ağıl qüvvəsi icazə vermir ki, insan qeyd elədiyimiz digər qüvvələrə tabe olsunlar. Çünki onların istəkləri, o digər 3 qüvvənin istəyi, tələbi insan həqiqətdə insanın nəfsi ilə uyğun gəlmir. İnsan nəfsi ilə ziddiyyət təşkil edir. Düzdür, bu digər bu 3 qüvvə ki, biz qeyd elədik, bunların istəkləri, tələbləri bir-birindən fərqlənir. Amma bir-birindən fərqlənsə də, bunlar necə deyirlər, bir-biri ilə mübarizə aparmırlar. Yəni, ağıl qüvvəsi kimi bunların arasında bu cür mübarizə getmir. Bəli, bəzən görürsən ki, şəhvət, qəzəb və ya hiylə qüvvəsi bir-birinə nisbətdə biraz üstünlük ələ gətirirlər və ya biri digərinə nisbətdə biraz zəif ola bilir. Amma insan vücudunda mübarizənin ən əsas səbəbkarı, baisi məhz ağıl qüvvəsidir ki, mübarizəyə bu səbəb olur. Burada Həzrəti Əli əleyhissalamdan gözəl bir hədis var ki, onu inşallah oxuyum, sizin diqqətinizə çatdırım. Ağa buyurur ki, Allah Taala mələklərə ağıl verdi, ancaq qəzəb və şəhvət vermədi. Bu hədisə diqqətlə qulaq asın. Sonra buyurur ki, heyvanlara qəzəb və şəhvət verdi, ancaq ağıl vermədi. Diqqət eləyin, burası çox mühümdür. Sonra isə buyurur ki, insana isə onların hamısını verdi. Yəni, insan elə bir varlıqdır ki, insanda elə bir potensial var ki, bütün qüvvələri özündə cəm eləyə bilmək qabiliyyətinə sahibdir.
Bu bir dənə insana məxsusdur. Yəni Allah Taala'nın yaratdıqlarının içində yalnız insandır ki, bu belə potensiala sahibdir. Onda belə bir zərfiyyət var ki, bütün qüvvələri özündə cəm eləsin. Buyurdu ki, mələklərdə yalnız ağıl var. Amma qəzəb, şəhvət bunlar yoxdur. Heyvanlara isə nə deyir? Deyir onlara qəzəb, şəhvət verib, ancaq ağıl verməyibdir. Hədisin arxasıca buyurulur ki, indi əgər insan qəzəb və şəhvətinin cilovunu əlində möhkəm saxlayıb, onları öz ağlına tabe edərsə, onda nə olar? Onda mələklərdən də üstün səviyyə çıxar insan. Niyə? Çünki onun varlığında ağlı ilə mübarizə aparan digər qüvvələr də mövcuddur. Bayaq qeyd etdiyimiz o 3 dənə qüvvələr də mövcuddur. Ancaq mələklərdə isə belə bir mübarizə getmir. Yəni, əziz izləyicilər, insan yeganə varlıqdır ki, bütün qüvvələri özündə cəm eləyə bilir. Hətta Allahın ən yaxın mələklərində belə onların vücudunda belə bir mübarizə getmir. Niyə? Çünki mələklərdə yalnız ağıl qüvvəsi var. Onlar məsələn şəhvətə, qəzəbə, bu kimi şeylərə bunların təsirinə düşmürlər. Dedik ki, heyvanlarda isə yalnız qəzəb, şəhvət bu kimi şeylər var. Ağıl qüvvəsi yoxdur. Ona görə yalnız insandır ki, bu bütün qüvvələri özündə cəm eləyə bilir. Bütün qüvvələr onun vücudunda var və ona görə də insan bəzi baxımdan eləyə bilər ki, bəzi işləri yerinə yetirsin, hətta mələklərdən də üstün səviyyə gəlib çıxsın. Şəhvətinin cilovunu əlində möhkəm saxlasa, mələklərdən üstün olar. İndi bunun tam əksini düşünək. Əgər insan öz ağlını şəhvət və qəzəbininəsirinə çevirdirsə, yəni qəzəb qüvvəsi, şəhvət qüvvəsi insana qalib gəlsə, o zaman nə olar? İnsan heyvanların da aşağı səviyyə gələr çıxar. Niyə? Çünki heyvanın varlığında, heyvanın vücudunda ağıl qüvvəsi yoxdur. Ona görə də təbii olaraq heyvan öz şəhvət və qəzəb qüvvəsinə tabe ola bilər. Çünki elə onun xisləti, yaradılışı elə o cürdür, elə də olmalıdır. Ancaq insan ki, onun vücudunda ağıl qüvvəsi var, belə bir böyük nemət verib Allah Taala ona və buna baxmayaraq insan yenə də qəzəb və şəhvət qüvvəsinə tabe olsa, o zamandır ki, deyirlər insan nəinki heyvan səviyyəsinə, hətta heyvandan da aşağı səviyyə gəlib çıxar. Niyə? Çünki dedik axı, heyvanlarda ağıl qüvvəsi yoxdur, ona görə də heyvanlar öz qüvvələrinə, yəni qəzəb, şəhvət qüvvəsinə tabe olmağı təbiidir. Ancaq insanda ki, ağıl qüvvəsi var və belə bir böyük qüvvənin olmağına baxmayaraq, yenə qəzəb və şəhvətinə tabe olsa, heyvandan aşağı düşər. Yox, əgər ağıl qüvvəsinə tabe olaraq qəzəb, şəhvət, hiylə qüvvəsini ağıl qüvvəsinə tabe edərsə, o zaman nəinki mələklərin həddinə, hətta onlardan da yüksək səviyyə gəlib çıxa bilər. Niyə? Çünki dedik ki, mələklərdə yalnız ağıl qüvvəsi mövcuddur. Digər qüvvələr yoxdur. Ona görə də onlarda bu mübarizə getmir. Yalnız ağıl qüvvəsi ilə hərəkət edirlər. Allaha and verirəm, izzət-i cəlalına xatir ki, bizləri öz ağlına tabe olan bəndələrindən qərar versin inşallah. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.